Aralıq dənizinin şimal-şərq sahillərindəki turizm mərkəzi. Mavi suların üzərindən qərbi Tavr dağlarına baxan günəşin isitdiyi şəhər. Bergamo kralı 2. Attalosun cənnət axtarışına çıxan əsgərlərinin tapdığı Attalos yurdu. Bu torpaqlar regionda hakim olmuş bütün dövlətlərin idarəçiliyini dadıb. Likiya, Lidiya, Pamfiliya, Bergamo, Roma, Bizans, Səlcuq, Osmanlı, Türkiyə. Eramızdan əvvəl 2-ci əsrdən liman şəhərinə çevrilən yaşayış məntəqəsi inkişaf etdikcə daha çox diqqət çəkməyə başlayır. Müxtəlif hakimiyyətlərin əlinə keçir, bir-birindən kəskin fərqlənən mədəniyyətlərə qucaq açır. Tarixi dərinliklərdən hopduran Antalya bugün minilliklər boyu gördüklərinin hamısını göstərə bilmir. Çünki modern şəhər antik məskunlaşmanın üzərində qurulub. Göstərə bildikləri yaşadığı hadisələrin sadəcə bir qismini çatdırmaq gücündədir. Eramızın 130-cu ilində Roma imperatoru Adrian Antalyaya səfər eləyir. O zaman şəhər Attaliya adlanırdı və onun gəlişi şərəfinə burada 3 qapı inşa edilir və adı Adrian qapıları olur. 1895 il keçir və bu gün Adrian qapıları Antalyaya səfər edən turistlərin ən çox üst tutduğu yerlərdəndir. İkinci əsrdə katolik Romalılar məbəd kimi inşa etdilər. 7-ci əsrdə pravoslav Bizanslılar Məryəm ana kilsəsinə çevirdilər. 13-cü əsrdə müsəlman Səlcuqlular məscid etdilər. Bir əsr sonra Kipr krallığı gəlib kilsə dövrünə qaytardı. 15-ci əsrdə Osmanlı türkləri məscid kimi nöqtəsini qoydular. Əsl adı Şahzadə Qorqud camisi olsa da insanlar arasında daha çox Kəsik minarə kimi tanınır. Niyə Kəsik minarə? 1896-cı ildə 19-cu əsrin sonlarında məsciddə böyük bir yanğın olur, tamamilə istifadəyə yararsız vəziyyətə gəlir və minarənin üst qismindəki taxta isə yanıb düşür və yalnız 123 ildən sonra 2019-cu ildə məscid bərpa edilir. Həmçinin minarənin kəsik hissəsi olan taxta hissə də yenilənir və istifadəyə verilir. Все начинается Агата Тюки. Что означает? Счастье, вам, благополучие и дальше продолжать. Ruslar bu şəhərin qonaqları siyahısında birinci yerdədirlər. İlk üçlüyündə Almanlar və İngilislərin də olduğu siyahıda ümumi sayı təkcə ötən il üçün 16 milyon nəfəri göstərir. Bu ilki hədəf 17 milyonu ötməkdir. Şəhərdə gəzmək, tarixi məkanlara baş çəkmək üçün yaz-payız mövsümü ən münasib dövr hesab edilir. Temperaturun 40-45 dərəcə Selsi aralığında olduğu yay aylarında isə Antalyaya gələnləri dənizdən və ya hovuzdan kənarda görmək çətin məsələdir. Gəzdikcə anlayırsan ki, Antalya ölkəsinin turizm paytaxtı olmağı bacarıb. Bu şəhərdə turistin dilini bilirlər, hər iki mənada. Nəriman Hüseynzadə, Sərxan Daşdəmirov, İTV Xəbər, Antalya.